Salam uşaqlar. Yeni bölməyə başlayırıq. Maqnit sayısı, maqnit indüksiyası. Birinci sualdan başlayırıq. Maqnit indüksiyasının vahidi hansıdır? Tesla. Üçüncü sual. Ferromaqnit xassələrinin yox olduğu temperatur necə adlanır? Küri temperaturu. Beşinci sual. Şəkil müstəvisindən bizə doğru perpendikulyar istiqamətə yönəlmiş düz cərəyanın maqnit sayısının induksiya xətlərinin mənzərəsi hansı şəkildə düzgün təsvir olunmuşdur? Bilirik ki, maqnit induksiya xətlərinin istiqaməti demək, sağ yivli buru qaydasıyla təyin olunur. Başqa sözün sağ əl qaydası. Qaydanı bilirik. Sağ əl elə tutulur ki, baş barmaq cərəyan istiqamətində yönəlir. Yarı büklü dörd barmaq isə deməli, cərəyan istiqamətini göstərir. Tam büklü yox, yarı büklü. Bura diqqət yetirirsiniz. İndi cərəyanı bizə nöqtə ilə verib. Nöqtə nə deməkdir? Nöqtə o deməkdir ki, şəkil müstəvisindən bizə doğru. Bizə doğru. Bu sözə fikir verirsiniz. Deməli, bizə doğrudursa, onda biz baş barmağımızı özümüzə tərəf, sağ əlinizi tutun, baş barmağınızı özünüzə yönəldin. Demək ki, yarı büklü barmaqlarınız necə, hansı istiqamətə fırlanacaqsa, o B xətlərinin, yəni maqnit induksiya xətlərinin mənzərəsini göstərəcək. Yəni, buradan A-dır. A, C, Y variantlarını çıxırsınız. Qalır B ilə D variantı arası. Çünki maqnit sayısının qüvvə xətləri qapalıdır. Onda baxırsınız, yenə də sağ əlinizi tutun, yarı büklü dörd barmağınız saat əqrəbinin əksi istiqamətdə fırlanacaq. Yəni 5B olacaq. Sonra 7-ci sual. Maqnit sayısının induksiya vektorunun modulu hansı nöqtədə ən kiçikdir? Maqnit induksiyasının modulu deməli, daxildə ən böyük olur. Yəni, induksiya xətlərinin sıx olduğu yerdə daha böyükdür. Kənarlarda isə kiçikdir. Yəni, burada ən kiçik olan nöqtə kənarda olan, yəni 3 nöqtəsi olacaq. A bəli. 9. FM böl BL. Bilirik ki, FM-in yerinə IBL qoysaq, BL-lər gedəcək. Yəni, burada qalacaq cərəyan. IBL-lər, buradan BL-lər gedir, I qalır. I cərəyan şiddəti, naqildən axan cərəyan şiddəti. 11-ci sualdan davam edirik. Aşağıdakı sahələrdən hansı burulğanlı sahədir? Sükunətdəki yükün elektrik sayısı olmaz. Bu, açıq qüvvə xətlərinə malikdir. Müsbətdə başlayır, mənfidə qutarır. Sükunətdə yüklü zərrəcin elektrik sayısı deyil. Sabit yükę malik kondensatorun elektrik sayısı deyil. Sabit maqnit sayısı doğrudur. Yenə də yüklənmiş müstəvi elektrik lövhənin elektrik sayısı açıqdır. Yəni, doğru cavab olacaq D. 13. Newton bölünsün, Tesla vuraq metr. Newton açılışını bu düsturdan çıxarsaq IBL-dən. Newton açılışı olacaq, amper vurulsun, Tesla vuraq metr. Tesla metrlər gedir, ixtisar gedir, qalır amper. Amper nədir? Cərəyan şiddətinin D. 15. Hansı halda hərəkət edən elektronun ətrafında maqnit sayısı yaranır? Ümumiyyətlə, maqnit sayısı, belə deyim, hərəkətdə olan yüklü zərrəcələrin ətrafında yaranır. İndi baxaq, elektron düz xətli bərabər sürətlə hərəkət etdikdə, bu ola bilər. Elektron çevri üzrə bərabər sürətlə hərəkət etdikdə ola bilər. Elektron düz xətt bərabər təcili hərəkət ola bilər. Yəni, doğru cavab B olacaq. Növbəti 17-ci sual. Hansı halda verilmiş hesablama sisteminə nəzərən maqnit sayısı yaranır? Dedik ki, maqnit sayısı hərəkətdə olan yüklü zərrəciklərin deməli, hərəkət zamanı yaranır. Deyir, həmin hesablama sisteminə nəzərən, yəni verilən hesablama sisteminə nəzərən elektron hərəkət etdikdə, proton hərəkət etdikdə, elektron sükunətdə olduqda olmaz. Burada doğru cavab olacaq 1 və 2. Yəni, hərəkət etdikdə sözü yüklü zərrəcik olmalıdır və hərəkət etdikdə olmalıdır. Hərəkət etməlidir. 19. 19-da deyir ki, cərəyanlı düz naqilin ən kəsiyi təsvir olunmuşdur. Yəni, bax, bu şəkildə gördüyünüz cərəyanlı naqilin ən kəsiyidir. Yəni, kənarda göstərirəm. Bu şəkildə təsvir olunmuşdur. Demək, M nöqtəsində onun yaratdığı maqnit induksiyası vektorunun istiqamətini göstərməyi tələb edir bizdən. Demək, biz dedik ki, əgər naqildən cərəyan nöqtə şəklində axarsa, yəni bizə doğru axarsa, yenə də baş barmağımızı özümüzə doğru yönəldirik. Yarı büklü dörd barmağımız bunun ətrafında bax, belə bir çevrələr əmələ gətirəcək. Amma bizə lazımdır ki, M nöqtəsindən keçən, M nöqtəsi lazımdır deyə. Bax, bunun M nöqtəsindən bir çevrə keçiririk. Yəni, maqnit sayısının qüvvə xətləri, bax, belə qapalı qüvvə xətləri olacaq. Nöqtə bizə dedi ki, saat əqrəbinin əksi istiqamətdədir. B vektorunun istiqaməti. Bax, bu şəkildə. İndi gəlib bu nöqtəyə çatanda çevri üzrə hərəkəti xatırlayın. Çevri üzrə hərəkətdə sürət istənilən nöqtədə çevrəyə toplanan istiqamətə yönəldiyi kimi
Burada da maqnit induksiya vektorunun istiqaməti istənilən nöqtədə çevrəyə toxunandır. Yəni burada 1 olacaq. İndi bunun mən digər variantını sizə başa salmağa çalışacağım. Deməli, onu bunun üzərində 20-ci testin üzərində tətbiq eləyəcəm. Burada doğru cavabı seçək, B bəndi. 20-yə baxaq. 20-də ən rahat 20-ni daha başqa bir formada başa salmağa çalışacağım. M nöqtəsi ilə cəryanı birləşdirən bir xətt çəkirsiniz. Buna radius vektor deyə bilərsiniz. Sonra yenə də həmin qaydanı tətbiq eləyirsiniz. Yarıbükülü 4 barmaq qaydasına tətbiq eləyirsiniz, istinad eləyirsiniz. Çevrə üzrə hərəkətdə bilirik ki, sürət vektoru radiusa perpendikulyardır. Yəni biz bayaqkında göstərsək, buradan bir radius vektoru çəksək, görürsünüz 1 və 4 hər ikisi çevrəyə perpendikulyardır. Daha doğrusu radius vektoruna perpendikulyardır. Bu perpendikulyarlardan birini seçirik. Bizə də lazımdır burada. İndi biz 20-də də ya 1-i seçməliyik, ya 3-ü. Yəni bu radius vektorunu çəkəndən sonra da çevrə çəkmirəm də, yəni uzun vaxt sərf etmək istəmirəm. Ya 1 ya 3-dən birini seçirsiniz. Burada dedik ki, necə fırlanır? Saat əqrəbinin əksinə. Saat əqrəbinin əksinə fırladan hansı olacaq? Təbii ki, 3 aşağı bax bu şəkildə fırladacaq. Aydındır. Yəni biz bunu bu şəkildə cavablandırırıq. Onda doğru cavabımız olacaq 3. Saat əqrəbinin əksi. Yəni B. Bu deyil. Yəni 1 yox. Davam edirik 22 ilə. İndi x verilib. X-də yəni cəryan istiqamətini x ilə verib. X nə deməkdir? X o deməkdir ki, baş barmaq bizdən çıxır. Yəni cəryan istiqaməti bizdən şəkil müstəvisinə doğrudur. En kəsi təsvir olunmuşdur deyir şəkildə. M nöqtəsinin yaratdığı, M nöqtəsində həmin bu cəryanın yaratdığı maqnit induksiya vektorunun istiqamətini soruşur. Yenə də biz qaydanı tətbiq edirik. Burada bu dəfə radius vektorunu çəkirsiniz. Bu dəfə demək baş barmağımız x-dir. Burada maqnit sahəsi yaranır. Yenə maqnit sahəsi yaranır. Bax, belə bir sahə yaranır. Sadəcə olaraq x olduğuna görə saat əqrəb istiqamətdə fırlanır. Yenə də çevrəni çəkdim, amma digər formanda başa salacağım. Onda həmin M nöqtəsində çevrəyə toxunan 1 olacaq. Yəni cavab olacaq Y bəndi. 23-cü suala baxıram. Deyir, yükün qapalı yolda hərəkəti zamanı sahənin gördüyü iş sıfırdan fərqlidir. Deməli, qapalı trayektoriyada sükunətli olan yükün yaratdığı elektrik sahəsində yükün işi sıfırdan fərqli deyil. Yəni sıfırdır. B-də yüklü kondensatorun elektrik sahəsində yenə də sıfırdan fərqlidir. Elektrik sahəsi gördüyünüz cavabların hamısını sıfırdan fərqli götürürsünüz. Onda C variantında sükunətli olan müsbət nöqtəvi yükün elektrik sahəsində o da sıfırdan fərqlidir. Daha doğrusu sıfırdır. Yenə D variantına baxın. Sükunətli olan mənfi nöqtəvi yükün elektrik sahəsində yalnız maqnit sahəsində qapalı trayektoriyada görülən iş sıfırdan fərqli olacaq. 25. Newton vur saniyə böl kulon vur metr. Biz bunu necə açarıq? Kulon açılışını bilirik. Newton vur saniyə. Kulon açılışı amper vurulsun saniyə. I bərabərdir Q böl T. Yadımıza salaq. Q də bərabərdir IT. Saniyələr gedir, qalır Newton bölünsün. Burada bir metrimiz də var. Qalır Newton böl amper vurulsun metr. Bunu da düstura çevirsək, FM bölünsün və ya F bölünsün. Düstura çevirirəm. F bölünsün IL. Bu nə idi? Maqnit sahəsinin induksiyası B bəndi. 27. Volt vur saniyə bölünsün kvadrat metr. Volt vur saniyə böl kvadrat metr. Gəlin biz bunu necə təyin edəcəyimizi müəyyənləşdirək. Volt vur saniyə. Voltun əvəzinə gərginlikdir və HG-dir deyə bilərsiniz. O bərabərdir A böl Q yazsaq. Yazaq. Yəni A böl Q-dən də voltun açılışı olacaq Joule böl Coulomb. Yazıram Joule böl Coulomb. Saniyə yuxarıda bölünsün metrin kvadratı. Joule açırıq. Newton vur metr kimi. Yazıram. Newton vur metr saniyə. Coulomb da açıram amper vur saniyə kimi. Yəni biz Joule'un açılışlarını bilirik də. A bərabərdir Fs-dən də bir açılış çıxardım. Newton vur metr yazdım. Metrin kvadratı. Gəlin ixtisarlarımız elə. Saniyələr getdi. Metrlə bu getdi. Qaldı Newton böl amper vurulsun metr. Bu da yenə də Fm böl IL-dir. F böl IL də deyə bilərsiniz. Bu da Tesla'dır. Yəni induksiyanın maqnit sahəsi induksiyasıdır. C variantı. 29. Cəryanlı çərçivə şəkil müstəvisinə yerləşdirilir. O nöqtəsində maqnit induksiya vektorunun istiqamətini soruşur.
Demək, cəryanlı çərçivədə axan cəryan istiqamətinə baxsaz ki, buradan yuxarı, buradan aşağıdır. Yəni yenə də sağ əlinizi elə tutun ki, yarı bükülü 4 barmaq maqnit induksiyasını göstərsin, baş barmağınız cəryan istiqamətini. Onda bu içərilər nöqtə olacaq. Yəni maqnit sahəsi induksiya vektoru C variantı. Nöqtə şəklində, yəni bizə doğru yönələcək. 31. 31 də eyni prinsiplə getsək, demək, burada da alacağıq ki, cavab olacaq nə? Gəlin bir də baxaq. Saat əqrəb istiqamətdə cəryan göstərilib. Deməli olacaq bircə dəqiqə nöqtə. Yox, x. Yəni baxın, əlinizi tutun. Mən dedikcə siz özünüz tətbiq eləyin. Yarı bükülü 4 cəryan istiqamətinə baxıb da müəyyənləşdirə bilərsiniz bunu. Cəryan aşağıdır. Bu tərəf sağ tərəf, çöl tərəf nöqtə, içəri isə x-lər olacaq. Həm də buradan belə də bilərsiniz ki, saat əqrəb istiqamətə fırlanma olanda x olur. Deməli. 33 ilə davam edirik. 33 bayaqki suallardandır. Şəkildəki cəryanlı naqilin kəsiyi təsvir göstərilmişdir. A nöqtəsində maqnit sahəsi induksiya vektoru hansı istiqamətə yönəlir? Bax, bu cəryanın istiqaməti verib nöqtə ilə. Nöqtə nə deməkdir? Bizə doğrudur. Bizə doğrudursa, burada deməli cəryan bizə doğru olanda saat əqrəbinin əks istiqamətdə olacaq. Yəni biz bunu birləşdirə bilərik. Yəni radius vektor kimi eləyib birləşdirə bilərik. Bunu birləşdirdik A nöqtəsi ilə. İndi ya 4-dür, ya 1-dir. Perpendikulyarlardan birini seçirik. Biz dedik ki, nöqtə olanda saat əqrəbinin əksinə fırlanma olur. Əksinə fırlanırsa, deməli burada olacaq doğru cavabımız 4. Yəni deməli C variantı. Gəldik 35-ci suala. Qüvvə xətləri şəkildə təsvir edilən bir cins maqnit sahəsinin təsiri ilə sərbəst fırlana bilən maqnit əqrəbi hansı vəziyyəti alar? Deməli, birinci növbədə maqnit induksiya vektorunun istiqamətindən biz maqnit sahəsinin qütblərini müəyyənləşdirə bilərik. Maqnit induksiya xətləri həmişə bilirik ki, N-dən S-ə yönəlir. N-S və maqnit sahəsində əqrəbin N qütbünü S özünə çəkəcək. S-i N çəkəcək özünə. Yəni, əqrəb elə bir vəziyyətdə duracaq ki, məsələn, bax, D variantında deyirəm, bura N-dir, maqnitin, deməli, maqnit induksiya xətləri həmişə N-dən S-ə yönəlir. N qütbü S-i özünə çəkir. S-i fırladır aşağı, yəni bunu aşağı, elə bir əqrəbi döndərir aşağı, belə bir vəziyyətə gətirir. Onda N-in yanında S, S-in S tərəfdə isə N olur. Deməli, doğru cavab burada A bəndi olacaq. Ümumi qayda şəklində üzr istəyirəm. Ümumi qayda şəklində belə yadda saxlaya bilərsiniz ki, həmişə N ilə B üst-üstə düşür. N və B. Bax, bu şəkildə yadda saxlaya bilərsiniz. Əqrəblə. Sonra 37 eyni prinsiplə gedirsiniz. 37 deyir, qüvvə xətləri şəkildə təsvir edilən bir cins maqnit sahəsinin təsiri ilə sərbəst fırlana bilən maqnit əqrəbi. Əqrəb budur yəni. Əqrəb hansı vəziyyət alar? Yenə də NS, A variantının üzərində işləyirəm. Elə doğrudan da A variantı uyğun gəlir. Çünki N tərəfdə S, S tərəfdə isə N olacaq əqrəbin. Və yaxud da ki, N ilə B üst-üstə düşür deyə bilərsiniz. N ilə B, A bəndi. 39. Düz xətli cəryanlı naqilin maqnit sahəsinin A nöqtəsinə yerləşdirilmiş, sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı şəkildə düzgün göstərilmişdir? Naqildə cəryan şəkil müstəvisinə perpendikulyar istiqamətdə bizə doğru yönəlir. Gəlin biz birinci əqrəbin hansı vəziyyət aldığını öyrənmək üçün, bilmək üçün birinci növbədə B xətlərinin istiqamətini təyin edək. Yəni cəryana baxıb, yəni i-yə baxıb B-ni təyin edək. Biz dedik ki, cəryan nöqtə şəklində veriləndə saat əqrəbinin əksi istiqamətdə deməli fırlanma olur. Saat əqrəbinin əksi istiqamətdə fırlanma olur. Yəni bax, burada A nöqtəsində B vektorunun istiqaməti bu şəkildə olur. Biz də dedik ki, deməli burada elə olmalıdır ki, N B ilə üst-üstə düşməlidir, amma doğru deyil A bəndi. Gəlin baxaq buna. Deməli burada amma fikir verin, həqiqətən B vektoru bu istiqamətdə olanda və induksiya xətləri N-dən S-ə yönəlir, S tərəfdə N olmalıdır və yaxud da B ilə N üstə düşməlidir. Yəni doğru cavab B olacaq. 41 açılışdır. Watt vur saniyə kvadrat bölünsün kulon vuraq metrin kvadratı. Wattı açırıq. Wattın açılışı joule böl saniyə yazıram. Vur saniyənin kvadratı.
Kulonu da açıram amper vur saniyə kimi. Vur metrin kvadrat. Saniyə kvadratdan saniyənin biri gedir. Burada da saniyə var. Saniyələr getdi. Joulun açılışı Newton vur metr. Bunu da açıram. Çünki burada metr görürəm. Və məxrəcdə amper vur kvadrat metr. Yəni joulu çox açmaq, çox formada açmaq olar. Kulon vur volt kimi açmaq olar. Yəni o əlverişli deyildi deyə mən ondan müraciət eləmədim. Metrlə metr kvadrat gedir. Qalır Newton böl amper vur metr. Bu da yenə də F bölünsün Y-dir. Maqnit induksiyasıdır. 41 olacaq Y bəndi. Siz həmişə çalışın ən əlverişli üsulları seçin. Bu da çoxlu tətbiqdən irəli gəlir. Yəni biz hər hansı bir açılışda daha tez, daha operativ deməli həll tapa biliriksə, həll yolu tapa biliriksə, bu bizim vərdişimizdən asılıdır. Yəni heç kəs bir dəfəyə hər hansı bir testi, nisbətən çətin testi test tapa bilmir təbii ki. O bir neçə dəfə çoxlu testlər işlədikcə, tətbiq etdikcə ondan sonra yəni rahat olur. Getdik 43-cü sual deyir, kütlələri eyni, yəni bunun da kütləsi M, bunun da kütləsi M, bunun da kütləsi M olan 3 maqnit ipdən asılıb. Yəni 3 dənə maqnitiniz var, ipdən asılıb. İkinci, üçüncü maqnitdə, şəkildəki maqnitlər yaxınlaşdırdıqda iplərdə yaranan gərilmə qüvvələri modulları arasında hansı münasibət doğrudur? Gəlin birinci maqnitdən başlayaq. T1 gərilmə qüvvəsi var. Nəyin hesabına yaranıb? MJ ağırlıq qüvvəsi çəkib. Deməli T1 MJ-dir. Bunu yazdıq. Gəldik ikinciyə. Burada təbii ki bu maqniti yer çəkir. Bu ipdən asılan maqniti yer çəkir. Eyni zamanda N qütbü N-lə üst-üstə düşəndə bilir ki, eyni adlı qütblər bir-birini tələyir. Onda belə çıxır ki, buna yuxarı yönəlmiş bir maqnit qüvvəsi təsir edir. Onda T2 üstə gələ F maqnit bərabər olur MJ-yə bu dəfə. Buradan da biz T-ləri müqayisə etməliyik deyə T2-ni tapırıq. T2 bərabərdir MJ çıxılsın F maqnit. İndi gəlirəm üçüncüyə. Üçüncüdə T3. Demək, baxırıq, yenə də MJ ağırlıq qüvvəsi yer bunu maqnitin kütləsi var deyə çəkir. Sonra, amma burada fikir verin, N-lə S görüşüb. Maqnitlərin əks qütbləri görüşüb. Onda belə çıxır ki, maqnit qüvvəsi bunu aşağı çəkir. Onda belə çıxır, T3 bərabər olur. MJ topla F3-ə. İndi bunları müqayisə eləyin. T3 bu, T1 bu, bu isə T2. Ən böyük bunların içərisində T3'dür. T3 çünki MJ-nin üzərinə F maqnit gəlməklə alınan bir qiymət olacaq. T1 ortada olacaq çünki sadəcə MJ-dir. T2-də isə MJ-dən nəsə çıxılacaq. Onda deməli T3 böyükdür, T1 böyükdür, T2. Doğru variant tapaq Y bəndi. 40 deməli 5. Yerə nəzərən sükunətdə olan müsbət yüklü bir kürəciyi ilə sərbəst düşən müsbət yüklü iki kürəciyi üçün Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Bir kürəciyi ətrafında elektrik sahəsi yaradır. Bəs görək iki kürəciyi. Bəli, yük ətrafında mütləq elektrik sahəsi var. İkinci yük hərəkətdədir. Deməli, həm sükunətdə olan yük, həm də hərəkətdə olan yük elektrik sahəsi yarada bilər. Ona görə də 3-ə 1 gedəcək. Ortaya 1-i seçdik. Ortaya 1 çox variantlar var. Ona görə hələ heç nə demək. Ətrafında maqnit sahəsi yaradır. Biz dedik ki, hərəkətdə olan yük maqnit sahəsi yarada bilər. V-si sıfırdan fərqli olan, V-si sıfırda bərabər olan yox. Ona görə də ətrafında maqnit sahəsi yaradacaq 2. Deməli, 2 kürəciyinə 2 gedəcək. Sonra ətrafında yaratdığı sahə burulğanlıdır. Təbii ki, o da maqnit sahəsinə aiddir. 2, 3, 2-yə gedəcək. 2, 3, 2-yə gedən A bəndidir. Amma sonuncuya da baxaq. Ətrafında yaratdığı sahə burulğanlı deyil. Təbii ki, bu da elektrik sahəsinə aiddir. Doğru cavab A bəndi olacaq. 47. Düz maqnit 3 bərabər hissəyə bölünərsə, düz maqnit 3 bərabər hissəyə bölünərsə, orta hissənin 1 və 2 uclarında hansı qütblər yaranır? Maqniti neçə hissəyə bölürsünüz bölün. Hər hissədə yenə də 2 qütb yaranacaq. Şimal qütb və cənub qütb. Buraya yazıram N, S, N, S, N, S deməli, onda 1-ə N, 2S düşəcək. N, S D bəndindədir. Sonra davam edirik. 49. 49'da deyir ki, uyğunluq müəyyən edin. Cəryanlı naqilin eyni məsafədəki, bax məsafəyə fikir verin. Eyni məsafə sözündə, yəni bir əslində belə deyim də, şərtdə vacib olan bir şeydir. Çünki eyni məsafə sözü olmasa, bunların maqnitlərin induksiyaları fərqli ola bilər. Deyir ki, maqnit induksiyasının vektoru A nöqtəsinə, bir A nöqtəsinə baxıram. X-dirsə, cəryan istiqaməti X-dirsə, X nə deməkdir? Bizdən çıxır. Bunda biz demişdik ki, maqnit sahəsi elə bir saat əqrəbinin istiqamətində
belə deyim, dönən sahə yaradacaq. Yəni istənilən nöqtədə maqnit vektorunun istiqaməti yönələcək saat əqrəbi istiqamətində, çevrəyə toxunan istiqamətdə. Belə deyim də, çevrə yaranır, çevrə saat əqrəbi istiqamətdə yaranır. Bax belə. Və B-də onda aşağı yönələcək. B nöqtəsində BA, BB, bu isə BC. Bunun cavabları seçək. Deməli, A nöqtəsində sağ tərəfə yönəlir. 1-ə A getdi. B nöqtəsində aşağı yönəlmişdir. 2-yə aşağı yönəlir C. C nöqtəsində isə sola yönəlmişdir. 3-ə də B. Sonra deyir ki, yuxarı. Yuxarı cavabı yoxdur. Bizdən şəkil müstəvisə perpendikulyar istiqamətə yönəlmişdir. Yoxdur. Doğru cavab olacaq 1-ə A, 2-yə C, 3-ə B.